Mənim əzizlərim, 2026-cı il xərçəng bürcləri ilə davam edirik. 2026-cı il xərçənglər üçün həyatda böyütmə ilidir, şanslı ildir və böyük şanslar gələcək və böyük bir məsuliyyətlər öhdələrinə götürə bilərlər. Yəni məsuliyyət gəlir onlar üçün. Bu nə məsuliyyət gəlir deyəndə nə deməkdir? Onu izah edeyim. Yəni ola bilər ki, vəzifəyə veriləcəksiniz və həmin o vəzifədə öhdəliklər götürərsiniz, məsuliyyət daşıyacaqsınız və yaxud da ola bilər ki, ailə qurasınız, məsuliyyət öhdəliyiniz götürərsiniz və yaxud da ana olasınız, yəni övlad sahibi olasınız, onda yəni ki, üzərinizə başqa bir əlavə bir məsuliyyət yüklənə bilər. Və yaxud da iş qurarsınız, məsuliyyət daşıyırsınız və nəzarət etməli olarsınız. Bu kimi. Yəni ki, sizin üçün 21 iyundan 22 iyula qədər Günəş xərçəngdə olacaq. Şəxsi qərarların, yeni başlanğıcların, daxili gücün, özünə inamın ən pik həddə olduğu bir dönəm olacaq. İlin ən güclü ayıdır sizin üçün. Ən güclü ayıdır sizin üçün. Jupiter şans planetimiz 1 yanvardan 30 iyuna qədər xərçəngdə olacaq. Böyük şansdır. Jupiter bilirik ki, hər şeyi böyütməyi sevir. Yəni ki, yeni başlanğıc mı edəcəksiniz? Böyük gəlir əldə edəcəksiniz. Sevgi mi verəcəksiniz? Bu evliliyə qədər gedəcək. İş imkanları daha da artacaq. Özünüzü güclü hiss edəcəksiniz. 1 yanvardan 30 iyuna qədər. Bu tranzit, bu planetlərin tranziti 12 ildən bir olur. Və bu şans 12 ildən bir gəlir və xərçəngdədir. 30 iyundan 22 iyula qədər də yenə sizin üçün düşərlidir. Çünki Jupiter şirə keçir. Burada da pul artımı, maddi rahatlıq, yeni gəlir mənbələri tapa biləcəksiniz. Bu baxımdan Jupiterin şirdə olmağı da sizin üçün uğurludur. Saturn karyera evinizdə olacaq, il boyu Qoçda olacaq. Bu böyük məsuliyyət, biraz işdə problem yarana bilər. Bu nə işdə? İşdə ola bilər ki, rəhbərliklə aranızda hansısa bir konflikt yaransın və yaxud da təzyiqlə qarşılaşasınız. Bu dönəm 2 fazada olacaq. 15 fevraldan 10 aprelə qədər, 20 avqustdan 15 noyabra qədər. Səbir, peşəkarlıqdan istifadə edərək bu prosesi atlata bilərsiniz. Neptun 1 yanvardan 26 yanvara qədər Balıq bürcündədir. Daxili balansınızı saxlayın. Çox rahatlıq dönəmidir sizin üçün. 26 yanvardan ilin sonuna qədər Qoçdadır. Burada biraz ehtiyatlı olmalısınız. Nə mənada? Karyera ilə bağlı biraz qarışıq fikirlərə girə bilərsiniz. Ola bilsin ki, yanlış ümidlər verərlər sizə. Yanlış, tutalım ki, sizi ilhamlandırarlar. Amma nəticəsi istədiyiniz kimi olmaya bilər. Ona görə mart və sentyabr ayı biraz riskli aylardır. Pluton il boyu Dolçada olacaq. Kreditlər, borclar, ortaq pulları təmsil edir. Maliyyə baxımından sizin üçün irəliləyiş olan bir ildir, güclənmə prosesidir. Keçirik Uran planetinə. Bu il boyu əkizlərdə olacaq. Gizli planlar qurmaq, gözlənilməz qərar vermək bu il çox aktual olacaq. Planlar qəfil dəyişə bilər. Tutalım ki, siz hansısa bir plan quracaqsınız ki, bunu edim. Anidən özünüz belə qərarı dəyişə bilərsiniz ki, mənim hisslərim mənə deyir ki, bu yöndə daha yaxşı olmayacaq, digər yöndə yaxşı olacaq və dəyişiklik eləyəcəksiniz. Ehtiyat etməli ayınız aprel-avqust. Ən gözəl ay iyun-iyul dekabr ayı. Hədsiz uğurlu aylardır. Görək kartlar bizə ay-bay baxaq. Bilirik ki, yanvarın 1-dən artıq Jupiter xərçəngdədir. Şans dövrüdür sizin üçün. Görək kartlar nə deyir. Çox gözəl gəldi yanvar ayı. Yanvar ayı şans səninlədir. Yeni başlanğıclar edə bilərsən. İntensiv, ani qərarlar verə bilərsən. Fürsətlər, yəni bu siz nədir? Fürsətləri gecikdirmək olmaz. Şans düşdü mü dəyərləndir. Həmən dəyərləndir. Nəysə qeyd eləyəcəksiniz. Yəni ki, gedişatdan çox da məmnun olacaqsınız. Ürəyinizcə olacaq, əziz xərçənglər. Fevral ayı. Fevral ayı işlə bağlı biraz təzyiq arta bilər. Karyera ilə bağlı, kollektivlə bağlı, rəhbərliklə bağlı, səbirli olmağınız məsləhətdir. Daxili harmoniyanızı, sakitliyinizi qorumalısınız. Dostlarla, bu iş ortamında olan dostlardan söhbət gedir. Biraz, yəni ya da iş qurduğunuz dostlarınızdan söhbət gedir. Biraz bu baxımdan təzyiqlə, anlaşılmazlıqla rastlaşa bilərsiniz. Amma da daxili harmoniyanızı qoruyun, səbirli olun. Mart ayı. Mart ayı özünüzü yorulmuş hiss edəcəksiniz. Bu Neptunun təsiridir. Biraz hərəkət etməmək, arxa planda durmaq, tənbəllik kimi qıraqdan görünə bilər, amma yox. Artıq yüklərdən qurtulmalısınız Mart ayında. Böyük qərarlar üçün uyğun ay deyil, çünki Neptunun təsiri var. Planlar qur, arxa planda qur, deyilməsin,
Yəni planlarımız gizli yəni inkişaf etsin. Çünki artıq elə bir dövrdür ki, artıq yüklər, yorulmusunuz. Aprel ayına keçək. Görək. Aprel ayı iş status mövzusu yenidən gündəmdə ola bilər. Ola bilər yeni iş təklifi alasınız, yeni bir qapı açılsın sizin üçün. Məsuliyyətin artdığı aydır. Çox düşünməyin, yəni stres olmaz. Çox düşünmək olmaz. Yəni bu onu göstərir ki, sağlamlığınızı unutmayın. Sağlamlığınızı unutmamalısınız. Yorğunluq hissi ola bilər. Çox düşünməyi kənara qoyun. May ayına keçək. May ayında xərçəngləri nə gözləyir? Sosial çevrəniz aktivləşir. Bəzi şeylər bitir. Ümidverici aydır. Yəni kart deyir ki bizə mümkünsüz heç nə yoxdur. Çevrə olaraq aktivsiz. Sadəcə sevgi məsələlərində biraz may ayında o qədər də yəni ola bilər ki bəzi bitişlər olsun. İyun ayı. İyun ayı xərçənglər üçün Yupiter hələ 30 iyuna qədər xərçəngdə olduğu üçün ilin ən güclü ayı sayılır. Ən güclü aydır. Baxırıq, əməkdaşlıq, birlik bu şəxsi həyatdır. Çox uğurludur. Dəyişiklik üçün çox uyğundur. Bolluq, bərəkət üçün çox yaxşıdır. Yeni həyat mərhələsi də ola bilər. Yeni bir həyata da başlaya bilərsiniz. Sizin üçün çox uğurludur iyun ayı. Yəni bu şansı əldən verməyin. İyul ayı. İyul ayında bilirik ki, Yupiter Şir bürcünə keçir. Burada öz gücünüzə inanmalısınız. Oyanış ayıdır, rahatlama ayıdır, stabil ayıdır. Çox gözəl, sakit bir ay olacaq. Amma insanlarla əməkdaşlıq, kompromisə getməyi də unutmayın. Avqust ayı. Avqust ayında ola bilsin ki, hər hansısa bir problemlər ortaya çıxa bilər, dalğalı bir enerji yaşaya bilərsiniz, nələrsə yavaşlaya bilər, emosional reaksiya riski yüksəkdir, balansa diqqət edin. Yəni, ola bilər ki, özünüzü nələrdəsə mühakimə eləyəsiniz, enerjinin biraz aşağı olduğu bir aydır, avqust ayı. Sentyabr ayı üçün baxaq. Sentyabr ayı niyə qarışıqdır? Çünki Neptunun təsiri var. Sözlərə diqqət etməliyik, ünsiyyətə diqqət etməliyik. Hər hansısa bir işlə bağlı, sənədlə bağlıdırsa sakitliyi qorumalıyıq. Yəni ki, dava dalaşdan uzaq olmalıyıq. Yəni, ola bilsin ki, hansısa bir sözlərimiz kimlərisə qəlbini qıra bilər. Oktyabr ayı. Oktyabr ayında qərar verməlisiniz. Həssaslığın artdığı aydır. Oktyabr ayında xərçənglər istəyir ki, onları dinləsinlər. Onlar xüsusən ailə baxımından istəyir onları dinləsinlər, onu başa düşsünlər, qərar verməkdə kömək etsinlər, rəhbər rolunu oynasınlar, dəstək görmək istəyirlər. Emosional aydır, çox duyğusal olacaqlar oktyabr ayında. Tamamlanmaq istəyirlər. Bu ola bilər tamamlanmaq nə ilə bağlı? Planetlərin tranzitinə baxsaq, bu tamamlanma ola bilər ki, tutalım ki, ailəvi nəyinsə qərarını verə bilərlər və yaxud da hansısa bir evə köçəcəklər, onu tamamlayacaqlar və təmir edirlərsə onu tamamlayacaqlar. Yəni, bu oktyabr ayı bu baxımdan aktiv aydır. Noyabr ayı üçün baxaq. Risk etməlisiniz. Bu planetlərin hərəkətinə baxsaq, maliyyə sahəsində risk etməlisiniz. Risk etsəz, uğur qazanacaqsınız, sakitliyinizi qorumalısınız. Noyabr ayı sizin üçün çox, yəni ki, risk edib qazanma ayıdır, dəyişiklik ayıdır. Yaxşı gəlir. Dekabr ayı. Dekabr ayında münasibətlər ön plandadır, səbirli olmalısınız. İlin tarazlıqda bitirirsiniz, artıq olan nə varsa həyatınızdan atırsınız, xoş vaxtlar keçirmək istəyirsiniz, səbirlisiniz. Ümumilikdə 2026-cı il xərçənglər üçün yanvar-iyun böyük şans dövrüdür Yupiterə görə. İyun ayı ilin zirvəsidir. İyul-avqust maddi mövzularda yüksəliş ayıdır. Oktyabr, noyabr isə xərçənglər üçün dönüşüm ayıdır. Xərçənglər üçün yəni ki, uğurlu il olacaq. İndi gəlin baxaq görək, mələklər bu il üçün, 2026-cı il üçün xərçənglərə nə mesaj verir? Mələklərin mesajına baxacaq. Xoşbəxtlik, sakitlik, bolluq, çox xoşbəxt bir ailə həyatı, işdirsə layihənin çox uğurla başa çatmağı,
Yəni hər şeydə uğur gözləyir sizi. Çox gözəl 2026-cı iliniz olacaq. Əziz xərçənglər, uğur, şans, sevgi, bolluq sizinlə olsun. 2026-cı il sizə düşərli olsun.